Salam. Sual 1. x1 ve x2 ədədləri 0-ondakı x kvadrat çıxılsın 3x üstə gəl 5 bərabər 0 tənliyin kökləri olarsa, ifadənin qiymətinin tapılması lazımdır bizə deməli. 25 əsası yaza bilərəm loqaritma 5-in kvadratı əsasından x-in kvadratı çıxılsın. 5-də 1-in yerinə yaza bilərəm loqaritma 5 üstü mənfi 1 x 2, burada da x1-dir. Bərabərdir. Burada kvadratla üstündəki deməli x1-in kvadratı keçsə, qalacaq loqaritma 5 əsasdan x1. Bu mənfi 1-i qarşıya keçirsəm, olacaq hələ mənfi 1. 2 ilə mənfi yan yana gəldiyi üçün olacaq müsbət. Üstə gəlsin loqaritma 5 əsasdan x2. Əsaslar eynidirsə və toplama kimi verilibsə, toplama vurmanın artışıda olacaq loqaritma 5 əsasdan x1 vurulsun x2. Deməli, bizə x1 vurulsun x2-nin hasili lazımdır. Yuxarıdakı tənliyimi ilk öncə çevrilmiş kvadrat tənliyə çevirmək üçün 0-10-dakıya, yəni x kvadratının əmsalına böləcəm. Onda olacaq x kvadratı çıxılsın 3-ü 0-10-2-yə böləndə bizə verəcək 15 x, 5-də 0-10-2-yə böləndə verəcək 25 bərabərdir 0. Tənliyində, kvadrat tənliyində sərbəst hədd, yəni x1 və x2-nin hasilini verir. Onda olacaq bərabərdir loqaritma 5 əsasdan x1 vurulsun x2-nin yerinə yazıram 25. 5 əsasdan 25-də, yəni 5 üstü neçə bizə 25 verir? 2-ni cavab olacaq C variantı. İkinci sualda sinir qiymətinin hesablanması tələb olunur bizdən. Elgi edilir, yəni loqaritma 10 əsasdan deməkdir bu və çıxmadır. Bizə bilirik ki, əsaslar eynidirsə və çıxmadırsa bu bölmənin açılışıdır. Deməli olacaq onda 2-nin üstündə elgi 36-nı uşaqlar 4-ə bölsəm eləyəcək 9. 9-u 0-9-a böləndə düşür bizdə 10. Elgi 10 üstə gəlsin. Loqaritma 3 əsasdan 81-i yerinə yaza bilərəm 3 üstü 4 vurulsun. Loqaritma 2 əsasdan 4-ün yerinə yaza bilərəm 2-nin kvadratı. Bərabər. Elgi 10 əsasdan, yəni loqaritma 10 əsasdan 10 bizə verir 1-i. Olacaq da 2 üstü 1 üstə gəlsin. 3 üstü neçə? 3 üstü 4-dür. Əlbəttə ki 4. 2 üstü neçə? 2 üstü 2-dir. Əlbəttə ki 2. 4-ü 2-yə vuranda 8. 2 üstü 1-də 2. 2 üzərinə 8 gələndə cavab verir 10. Yəni A variantı. Üçüncü sual. İfadənin yeni qiymətinin hesablanması tələb olunur. Biz ilk öncə bu qaydanı bilməliyik ki, loqaritm A əsasdan B bərabərdir 1 bölünsün loqaritm B əsasdan A-ya. Yəni ki, mən bunu 1 bölünsün tərsinə yazmaq istəyəndə burada əsasların özünün yerini dəyişirəm. A əsasdan B-ni B əsasdan A yazmışam. Onda yazaq ki, loqaritm 2 əsasdan 24 bölünsün, yəni 1, deməli, loqaritm 18 əsasdan 2-ni mən vurulsun loqaritm 2 əsasdan 18 kimi yaza bilərəm. 18 bölümün 48 demək tam görünmür. 18 yazacağım mən hələ ki. Yazaq onda loqaritm 2 əsasdan 18 çıxılsın. Loqaritm 2 əsasdan 96. Burada da vurulsun 12 əsasdan 2-nin yerinə 2 əsasdan 12 yazacağım. Loqaritm 2 əsasdan 12. Uşaqlar, demin misalda burada bu 48 əsasıymış. Ona görə 18-in yerinə 48 yazdım. İndi davam edək. 24-ü yaza bilərəm, deməli 3 vurulsun 8 kimi. 3 vurulsun 8 kimi. 48-i 3 vurulsun 16. 96-nı deməli 32 vurulsun 3 kimi. 12-ni də 3 vurulsun 4 kimi. Onda yazaq loqaritm. Vurma da biz bilirik ki, nəyin açışıdır? Toplama. Yazıram loqaritm 2 əsasdan deməli 8 üstə gəl loqaritm 2 əsasdan 3. Vurulsun loqaritm 2 əsasdan 3 üstə gəlsin loqaritm 2 əsasdan 16. Çıxılsın. Loqaritm 2 əsasdan 32 üstə gəl loqaritm 2 əsasdan 3 vurulsun loqaritm 2 əsasdan 3 üstə gəlsin loqaritm 2 əsasdan 4. İndi cavabına bax. 2 əsasdan 8 mənə verir 3 üstə gəlsin loqaritm 2 əsasdan 3 vurulsun loqaritm 2 əsasdan 3 üstə gəl. Loqaritm 2 əsasdan 16, yəni 2 üstü neçə 16-dır? 4 çıxılsın. Loqaritm 2 əsasdan 32. 2 üstü neçə 32-dir? 5 üstə gəlsin loqaritm 2 əsasdan 3. Loqaritm 2 əsasdan 3 üstə gəl. Loqaritm 2 əsasdan 4, yəni 2 üstü neçə 4-dür? 2. İnşallah hər dəfə loqaritm 2 əsasdan 3 yazmamaq üçün loqaritm 2 əsasdan 3-ə bir dənə t ədədi deyəcəm. İndi burada davam edək. 3 üstə gəlsin t. T vurulsun 4 çıxılsın 5 üstə gəlsin t. T üstə gəlsin 2. 3-ü t'yə vuranda 3t, 3-ü 12-yə vuranda, 3-ü daha doğrusu 4-ə vuranda 12, t'ni t'yə vuranda t'nin kvadratı, t'ni 4-ə vuranda 4t.
İndi uşaqlar mötərizənin içini vurandan sonra qabağında mənfi var deyə işarəni dəyişəcəm. 5 t-yə vuranda 5-dir, müsbət 5 t-dir. Qabağdakı mənfiyə görə mənfi 5-dir. 5-i 2-yə vuranda 10, müsbəti qabağdakı mənfiyə görə mənfi. T-ni t-yə vuranda t-nin kvadratı edir. Müsbət edir qabağdakı mənfiyə görə mənfi t-nin kvadratı. T-ni 2-yə vuranda 2t, qabağdakı mənfiyə görə mənfi 2-dir. T-nin kvadratı 1 müsbətli 1 mənfi islah oldu. 3t-nin üstünə 4t, 7t. 7t-dən 5t çıxanda 2t, 2t-dən 2t çıxanda qalır 0. Deməli bizdə nəticə olur bir dənə 12. Bir də mənfi 10. Yəni 12 çıxılsın 10. 12-dən də 10 çıxanda qalır 2. C variantı. Gəldik 4-cü sualımıza. Loqaritm kök 2 əsasdan 16. Uşaqlar, loqaritm kök altında 2-ni 2 üstü 2-də 1 kimi, 16-nı da 2 üstü 4 kimi göstərirəm. Çıxılsın loqaritm kökdə 3-ün yerinə yazıram 3 üstü 2-də 1, 9-un da yerinə yazıram 3-ün kvadratı bərabər. Deməli, əsasın üstü önə keçəndə tərsini keçir. 2-də 1-in əsası olur 2. Burada 4 önə keçəndə isə elə 4 gün keçəcək. Qalacaq yerdə loqaritm 2 əsasdan 2. Yəni 2 əsasdan 2 çıxılsın. Eyni qaydada buradakiləri də qabaq keçirəm. 2-də 1 önə keçəndə olur 2. Üstdən deməli üstə keçəndə olur elə 2. Loqaritm 3 əsasdan 3. 2-ni 4-ə vuranda 8. 2 əsasdan 2 eləyir 1. 3 əsasdan 3-də 1 eləyir. Çıxılsın. 2-ni 2-yə vuranda 4. 8-dən də 4 çıxanda cavab qalır 4. 2019 deməli buraxmışıq bir şey loqaritm sualında. 5-ci suala baxaq. Üst növə toplanır vurmada. Onu yazıram 3-ün kvadratı vurulsun 3-ün üstündən loqaritm 3 əsasdan 2. 3-ün kvadratı 9. Burada 3-lər gedir, qalır yeganə 2. 9-da 2-yə vuranda 18 B variantı. Deməli, burada 4-ün üstünə loqaritm 4 əsasdan 7 var. 4-lər gedir, qalır 7-nin üstündən loqaritm 49-un yerinə yazıram 7-nin kvadratı, 25-in yerinə 5-in kvadratı. Kvadratlar gedir, qalır 7 üstü loqaritm 7 əsasdan 5. 7-lər gedəndə cavab qalır 5. 2020-ci il buraxılış imtahanına düşən suallardır uşaqlar. Deməli, gəldik bura. Loqaritm 4 əsasdan 9-u yaza bilərəm. Loqaritm 2-nin kvadratı 4-ün yerinə, 9-un da yerinə 3-ün kvadratı. Üstə gəl. Loqaritm 2 əsasdan 3-də 4. Burada kvadratlar gedəndə qalacaq yerində loqaritm 2 əsasdan 3, üstə gəl loqaritm 2 əsasdan 3-də 4. Əsaslar eynidirsə toplama vurmanın açışıdır. Loqaritm 2 əsasdan 3-ü vururam 3-də 4-ə. 3-lər ixtisar gedir, qalır loqaritm 2 əsasdan 4. 2 üstü neçə 4-dür? 2. Cavab edir 7-də A variantı. 8-ci sualda ifadənin sadələşdirilməsi sualıdır. Deməli, biz elə bil ki, bu A kvadratı çıxsın B kvadratı. Məsələn, vurmaq üstürləmə. Bir dəfə çıxma, bir dəfə toplama kimi eləyə bilərəm. Loqaritm 2 əsasdan 20 çıxılsın loqaritm 2 əsasdan 5. Loqaritm 2 əsasdan 20 üstə gəlsin loqaritm 2 əsasdan 5. Uşaqlar, məxrəci hələ ki yazmıram. Məxrəcə loqaritm 2 əsasdan 10 var. Sonda gətirib yerinə qoyacaq. Deməli, əsaslar eynidirsə bizdə çıxma bölməni açışdır. Onda olacaq loqaritm 2 əsasdan 20-yi 5-ə böləndə eləyir 4. Vurulsun loqaritm 2 əsasdan. Əsaslar eynidirsə toplama deməli vurmanın açışdır. 20-yi də 5-ə vuranda eləyir 100. İndi məxrəci qoyaq. Loqaritm 2 əsasdan 10 bərabər. 2 əsasdan 4, yəni 2 üstü neçə 4-dür? 2. 100-ün yerinə yaza bilərəm 10-un kvadratı. Loqaritm 2 əsasdan 10-un kvadratı bölünsün loqaritm 2 əsasdan 10. Uşaqlar, bu kvadratı mən buradan silib önə gətirə bilərəm. Buradan onu da silsəm, qalacaq burada loqaritm 2 əsasdan 10. Loqaritm 2 əsasdan 10'lar gedəcək. Misalın cavabı olacaq 2 vurulsun 2. O da eləyir 4. 11-ci sual. 11-ci sual da sadə sualdır. Deməli, loqaritm A əsasdan B bərabər 1 bölünsün. Loqaritm B əsasdan A kimi yaza bilərəm. Bu qaydanı yadımızda saxlayaq. İndi burada 11'lər gedəcək, qalacaq bizə nəticə 7. Bunu biraz eləyək. Aha. Yazıram 7 üstündə. Bu 1 bölünsün loqaritm 5 əsasdan 7-nin yerinə yazıram loqaritm 7 əsasdan 5. Bu qaydaya əsaslanır. 7'lər gedir, qalır burada 5, burada 7. 7'nin üstünə 5 eləyir 12. 10-cu sual. Loqaritm 81 bölünsün. Deməli, əsaslar eynidirsə çıxma bölmənin açılışıdır. 36-nın 4-ə bölündə düşür 9. Məxrəci olduğu kimi saxlayıram. 81'i yaza bilərəm 9'un kvadratı kimi. Daha sonra bu kvadratı mən 2'ni gətirə bilərəm. Yəni olacaq 2 LG 9 bölünsün LG 9. LG 9'a ixtisar gedəndə qalacaq cavab 2, yəni B variantı. 11-ci sualda deməli loqaritm 2 əsasdan 125'in yerinə yaza bilərəm 5'in kubu. Vurulsun loqaritm 5 əsasdan 4'ün də yerinə yaza bilərəm 2'nin kvadratı. Çıxılsın LG onun üstündə var məndə deməli 2. LG çıxılsın LG kosinus 2 pi. İlk öncə bu 3'lü və bu üstündəki 2'ləri önə gətirək. Olacaq 3 loqaritm 2 əsasdan 5. Bu 2'ni lap önə götürəm. 2 vurulsun. Loqaritm 5 əsasdan 2 çıxılsın LG. Deməli, onun üstündə var 2. Kosinus 2 pi. Kosinus 2 pi'nin qiyməti nədir? Onu tapmalıyıq öncə. Yəni 360'da, kosinus 360'da alır 1 qiymətini. LG 1'in qiyməti 0'dır. Onda bu hissənin cavabı 0. 2'dən 0 çıxanda qalır 2.
O da bərabərdir. Burada 2 və 5 gedir. Yəni bu 52 2 əsasdan 5 vurulsun 52, daha doğrusu loqaritm 2 əsasdan 5 vurulsun loqaritm 5 əsasdan 2-nin cavabı 1-dir. 2 vur 3 qabağında edir 6. 52 10'un kvadratı. 52 yəni loqaritm 10 əsasdan deməkdir. 10 üstü neçə? 10'un kvadratıdır, yəni 100'dür. 2, 6'dan da 2 çıxanda qalır 4. 12-ci sual 2 LG 5 üstə gəl 2-də 1 LG 16 qiymətinin hesablaması bizdən tələb olunur. Hesablayaq. 2 LG 5 üstə gəlirsin. LG 16. Bu 2'də 1'i öndən gətirib 16'nın üstünə. Bərabərdir. LG bu önündəki 2'ni də 5'in üstünə gətirirəm. Yəni 5'in üstünə gələndə olacaq 5'in kvadratı. 5'in kvadratı da bizdə 25'dir. Üstə gəlinsin. 16'nın üstündə 2'də 1 kök altında 16. Kök altında 16'dan da 4 çıxacaq. Olacaq LG 4. Əsaslar eynisə, yəni LG-dirsə, onda toplama vurmanın açışıdır. 25'də 4'ə vuranda eləyir 100. LG uşaqlar 10 əsaslandı. 10 üstü neçə 100 eləyir? 2. Keçdik deməli 13-cü suala. Loqaritm 3 əsasdan 36 çıxılsın. Burada 7-ləri atsam qalacaq loqaritm 3 əsasdan 4. Əsaslar eynidirsə çıxma bölmənin açışıdır. Loqaritm 3 əsasdan 36-ın 4'ə böləndə düşür 9. 3 üstü neçə 9'dur? 2. B variantı. 14-cü sual üzərindən keçirsək. İfadənin qiymətinin hesablanması tələb olunur bizdən. Deməli, burada hissə loqaritm A-dan B-ni böləcəm loqaritm A-dan B üstü mənfi 1-ə. Eyni hissəni ikinci hissə üçün də bölməni yerinə yetirirəm. Misalın davamında olduğu kimi köçürülür. Deməli, burada görürəm ki, sürətlə məxrəc eynidir. Onda bu ixtisar gedir, bura verir mənə 1'i. Buraya yazdığım düsturu yadıma salıram ki, loqaritm A əsasdan B bərabərdir 1 bölünsün loqaritm B əsasdan A. Deməli, bu qaydanı mən tətbiq etsəm, loqaritm A əsasdan B üstü mənfi 1'in yerinə loqaritm A əsasdan B yaza bilərəm. Onda mənə bu üstə gəlsin 1 və çıxılsın loqaritm A-nın kvadratı B yazsam, loqaritm A əsasdan B-ni loqaritm A əsasdan B-yə vuranda loqaritm A əsasdan B-nin kvadratını alacaq. Deməli, bunlar islah olunur. Yerdə qalır məndə bir dənə 1, yəni A variantı. 15-ci suala baxırıq. Deməli, ifadənin qiymətinin hesablanması tələb olunur bizdən. 9'u yerinə yaza bilərəm 3'ün kvadratı. Loqaritm 27'yi yerinə yaza bilərəm 3'ün kubu. Bu da 3 kökdə 3'dür. Hələlik bunu olduğu kimi saxlayaq. Üstə gəlsin loqaritm. Uşaqlar 2 üstü kökdə 3 ilə 2 çıx kökdə 3 bir-birinin tərsi olan ədədlərdir. Hələ olduğu kimi yazaq, sonra hesablayarıq. Yəni bunların hasili bir-birinin qoşmasıdır. Deməli, bu kvadratı gətirsəm, burada 3 kökdə 3'ün üstünə qoysam, olacaq 3 üstü loqaritm. Deməli, burada var məndə 3 üstü 3. Üstünə qoyanda 3 üstü kökdə 3'ün kvadratı mənə verəcək 27. Elə onda 3 kökdə 3'ü də 27 kimi yazaq, qalsın, olsa birazdan gələcək. Deməli, bunlar bir-birinin tərsidir, yəni hasilləri 1'ə bərabərdir. Bir-birlərinin tərsidirsə, bu hissənin cavabı məndə olacaq mənfi 1. Burada 27 əslində 27'dir, yəni bu hissənin cavabı 1'dir. Onda 3 üstü 1, yəni 3, üstə gəlsin mənfi 1, yəni çıxılsın 1. 3'dən də 1 çıxanda cavab qalır 2, B variantı. Bir funksiyanın təyin oblasına daxil olan tam ədədlərin hasilini tapın. İlk öncə baxmalı ki, loqaritm altında olan ifadə müsbət olmalıdır. 7x çıxılsın x kvadratı böyükdür 0-dan. Yəni x kvadrat çıxsın 7x kiçikdir 0-dan. Mənfiyə vurdum və burada işarəni dəyişdim. Vurğulaya ayırsam x vurulsun x çıxılsın 7 kiçikdir 0-dan. Məndə köklər olacaq 0 və 7. Ədəd oxumda göstərsəm. Aralıqları yoplasam, bura müsbət verəcək. Mənə deməli mənfi aralıq lazımdır. Deməli ödəyən aralıq 0, 7 aralığıdır. İndi məndə burada x çıxılsın 3 qiyməti də müsbət ədəd olmalıdır. Onda x çıxılsın 3 böyükdür 0-dan, x böyükdür 3'dən. Ya da ki 0 ilə 1 aralığında olmalıdır bizdə bu hissə. Onda x çıxılsın 3 yazaq 0 ilə 1 aralığında. Baxın, görə bu aralıqda ödəyən ədəd varmı? x mənfi 3 keçir boyun olur müsbət 3, yəni 1 üstü 3, 4. 0'ın üstünə 3 gəndə 3 ya da 3 ilə 4 arasında onsuz da bizdə hər hansı bir tam ədəd yoxdur. Deməli 0, 7 aralığı ödənirdi. Bizdə bir də var 3'dən böyüklər. 3'dən böyüklər. Kəsişən hissə olur 3-7 aralığı. 3-7 aralığında da bizdə ödəyəcək 4, vurulsun 5, vurulsun 6. Bunların hasilini soruşur. 4, 5, 20, 20'də 6'ya vuranda 120 eləyir. Burada bir şey qeyd etməyə çalışmışıq. 4'ün aşağısında xətt yoxsa, deməli 4'ü götürmək olmaz. Olacaq 5 vurulsun 6, 30. D variantı. Funksiyanın qiymətlər çoxluğuna daxil olan qiyməti tapılmasını istənir. Deməli, kök altında ilk öncə bilirik ki, müsbət qiymətlər çıxmalıdır və loqaritmin altında həmişə müsbət qiymətlər olur. Onda bu hissənin ən kiçik qiymətini tapaq.
Gətirib yerinə qoyaq. X kvadratı çıxılsın 8x üstə gəl 21-in ən kiçik qiymətini tapmaq üçün y0 bərabərdir. Mənfi d bölünsün 4a üstündən istifadə edəcəyəm. D də bərabərdir bizdə b kvadratı çıxılsın 4a z. İlk öncə diskriminantı tapsaq, deməli mənfi 8-in kvadratı edir 64 çıxılsın 4 vurulsun a-nın yerinə 1, c-nin yerində dayanıb 21. Edir 64 çıxılsın 4-ü 20-lə var. 84, 64-dən 84 çıxana qalır mənfi 2. Gətirib y0-da yerinə qoysam, deməli diskriminantın qabağında mənfi var. Özü də deməli diskriminant mənfi 2 mənfi qabaq gələn, yəni yan yana gələndə olur müsbət. Olacaq onda 20 bölünsün 4 vurulsun a 1-dir. Gördüyünüz kimi 4-ü 1-ə vuran belə 4 edir. 20-ni 4-ə böləndə düşür 5. Deməli bu ifadəmin qiyməti, ən kiçik qiyməti 5-dir. Gətirib yerinə yazsam, onda olacaq məndə y bərabər kök altında loqaritm 5 əsasdan 5. Bunun ən kiçik qiyməti düşür 1. Deməli qiymətimiz 1-dən bir özə daxil olmaqla olacaq müsbət sözcüklə doğru. Yəni A variantı. 18-ci sualda ifadənin qiymətinin hesablanması istənilir bizdən. Deməli 5 üstü loqaritm 5 əsasdan 3 əsasdan 27, yəni 3 üstü neçə 27 edir? 3. Burada 5'lər gedir, qalacaq cavabımız 3D variantı. 19-cu sualda ifadənin yenə qiymətinin hesablaması lazımdır bizə. 5 üstündə loqaritm kökdə 2 əsasdan. Uşaqlar, əsaslar eynidirsə, toplama vurmanın açışıdır. Onda kökdə 5 üstə gəlsin, kökdə 3 vurulsun, kökdə 5 çıxsın, kökdə 3. Bizim müxtəlif vurma düsturu burada bir dəfə toplaması var, bir dəfə deməli çıxması. 5 üstündə loqaritm kökdə 2 əsasdan. A kvadrat çıxıb B kvadrat demişsəm, kökdə 5-in kvadratı 5, kökdə 3-ün kvadratı da eləyir 3. Bərabərdir. 5 üstə loqaritm kökdə 2, 5-dən çıxanda 2-dir. Kökdə 2-ni neçə dəfə özünə vursam 2 eləyər. Deməli, 2 dəfə. Onda bu hissənin cavabı 2-dirsə, cavab verəcək 5 üstü 2, 5-in də kvadratı bizə verir 25. 20-ci sualda, deməli, 5-in üstündə var loqaritm 2 əsasdan 3 vurulsun, loqaritm, deməli, 5 əsasdan 8. 8-in yerinə yaza bilərəm 2-nin kubu. Sonra bu kubu verəcəm önə. Olacaq 5-in üstündə loqaritm 2 əsasdan 3 vurulsun loqaritm 5 əsasdan 2. Deməli burada bu 2'ləri atsam, 3'ü də önə yazsam olacaq 5'in üstündə 3 loqaritm 5 əsasdan 3. Bu 3'ü indi geri qaytarsam olacaq 5'in üstündə loqaritm 5 əsasdan 3'ün olacaq kubu. Çünki kubu da 27'dir. 5'lər gedəcək, cavab olacaq 27. 20-ci sual bayaq yazdığımız 14-cü suala oxşuyur. Ona görə analoji qaydada yəni yazacağam. 2 loqaritm s'nin kvadratı a, yəni bu hissəni bura böləcəm və bu hissəni də yenə bura böləcəm. Arada toplama işarəsi olacaq. 2 loqaritm c-dən a-nı loqaritm c-dən a üstü mənfi 1-ə böləndə 2 loqaritm c-dən a-nın kvadratı edir. Bu hissədə də loqaritm c-dən a üstü mənfi 1-lər gedəndə qalacaq 5, çıxılsın 2 loqaritm c-dən a-nın kvadratı. 1 mənfi 1 müsbət islah olunur, cavab qalır 5.